Salam, hər vaxtınız xeyir. Dünən söz verdiyim kimi bu gün hansı səhmləri long term üçün almaq daha uyğun olar, long term portfolyo necə qurulur, bunun haqqında danışmaq istəyirəm. Demək, long term portfolyo qurarkən əsas etməli olduğumuz nüanslar, bunlarda portfolyomuzun stop olmamağıdır, lig olmamağıdır, portfolyonu uzun müddət davamlı şəkildə qorumaqdır və uzun müddət davamlı şəkildə yüksəlişi təmin etməkdir portfolyoda, riskləri ona görə nizamlamaqdır. Mən şəxsi portfolyomda daha çox risk alan biriyəm, daha çox qazanc əldə etmək üçün daha böyük risklər alıram. Məsələn, amma premium portfolyomuz daha risksiz bir portfolyodur, daha uzun müddət üçün qorunmalı olan, daha uzun müddətdə yavaş-yavaş da olsa böyüyən bir portfolyodur. İndi gələk portfolyo necə qurulur? Portfolyo qurarkən əsasən ilk seçdiyimiz şirkətlər, məsələn, texnologiya sahəsində texnologiya sahəsində seçdiyimiz şirkətlər həmin texnologiyanın ən böyük divləri olmalıdır. Məsələn, Nvidia, Amazon, Meta və s. İlk əsas yeri bunları verməliyik. Bunlar indeks hissələri adlanır. İndeks hissələri nədir? Getiriləri, yəni qazancımız indeksə demək olar yaxın olur və indeksi daşıyan hissələr olur. Lakin böyük düşüşlərdə bu hissələr yox olmur. Portfolyo böyük miqdarda zərər görmür və toparlana bilər. Bunları seçərkən isə əsas baxırıq şirkətin dəyərinə, hal-hazırda olan PE ratiosuna və hal-hazırda bu şirkət ucuzdur, bahalıdır. Bunları diqqət edirik və mən bir şirkəti alarkən əsas diqqət etdiyim bir şirkəti long term üçün alıramsa, indiki qiyməti, texniki analizi hər birini kənara qoyaq. Birinci olaraq fikirləşirəm ki, bu şirkətin mənim gələcəkdə gördüyüm yeri nədir? Gələcəkdə bu şirkət mənim üçün hansı yerdə dura bilər? Nə vəd eləyir mənə? Birinci bunu düşünüb alıram. Məsələn, aldığım şirkətlərdən biri Tesla. Teslanı niyə alıram? Okey, riskli şirkətdir, düşüşlər böyükdür, dalğalanmalar böyükdür, lakin Teslanı niyə alıram? Çünki gələcəkdə Teslanı bir maşın şirkəti olaraq yox, həm özünün maşınları da saysaq biz, avtomatik hərəkət edən, otonom sürüş deyilənlərdə düşən otonom sürüş maşınları var. Eyni zamanda mənim əsas alma səbəbim robotlardır, AI sistemidir. AI-ların harı tətbiq olunur? Robotexnika sahəsində. Bu sahədə ən aparıcı şirkətlərdən biri hansıdır? Tesla. Niyə mən Tesla yatırımında olmayım? Məsələn. Daha sonra əsas baxacağım şeylərdən biri, yəni budur. Birinci hekayə beynində oturmalıdır. Hekayə beyindikdə oturduqdan sonra nə edirik? Şirkətin texniki analizinə baxırıq. Şirkət hal-hazırda çox bahalıdır, çox ucuzdur. Bu qiyməti alım üçün yaxşıdır və ya deyil. Əgər qərar verdiksə şirkət hal-hazırda çox bahalıdır, amma biz bu şirkəti istəyirik, bu portfolyomuzda 100% olmalıdır deyək. Nə edirik? Şirkətdən DCA eləyirik. Kiçik bir miqdarda hazırki qiymətindən alırıq. Daha sonra dəstəklərini, rezidans nöqtələrini seçirik. Dəstəyə gəldikdə bir miqdar da əlavə edirik və anar major dəstəklərdə böyük miqdarda girişlər edirik. DCA ilə alım edirik. Ortalamamız yaxşı bir qiymətdə olur. Həm də qalxsa da qazanırıq, düşsə də alırıq. Yəni heç nə itirmirik. Əsas yolu budur. Daha sonra portfolyomun böyük bir hissəsini deyək mən 40%lik qism deyirəm. 40%lik qismi bunlar tutduqdan sonra portfolyomuzda seçməli olduğumuz hissələr qrupu, məsələn, birini texnologiya sahəsindən seçirsiniz, birini maliyyədən seçin, fintechdən seçin, sağlamlıq sektorundan sektor dəyişin. Çünki bir sektorda kəskin düşüş ola bilər, bir sektorda böhran ola bilər. Digər sektor onu qoruya bilsin. Nisbətən portfolyo əriməsin. Məqsədimiz pul qazanmaqdan öncə pul qorumaqdır. Buna görə məsələn mənim portfolyomda Oscar-da olub, Coinbase-də olub, məsələn Coinbase niyə seçmişdim? Belə deyim sizə, kripto əgər deyək bu hissədə düşüş olsa, kriptoda yüksəliş olar və ya kriptoda düşüş olsa, texnologiya sahəsi məni qurtarar. Məsələn, bu səbəblərdən seçmişdim. Daha sonra baxacağımız nöqtə bu şirkətlərin payı nə qədər olacaq. Belə dediyimiz ikinci yəni şirkətlər, bunlarda da mən market cap-ə önəm verirəm. Market cap-i ən azı 20 milyardın üstü hissələr seçməyə çalışıram və bu seçdiyim şirkətlər hər sahələrinin liderləri olmağına önəm verirəm. Məsələn, deyək süni intellekt sahəsində Nvidia-dır lider, fintech sahəsində deyək Sofi lider, məsəl üçün deyirəm. Mən belə seçimlər edirəm. Lider şirkətlər mənim üçün ən önəmli, ən potensiallı şirkətlər qrupudur. Bunlara isə 20%lik pay veririk. Demək, toplam 40, 20, 60%. Digər 20% isə nisbətən riskli, lakin gətiri, yəni yüksəliş potensialı çox olan şirkətlər. Məsələn, Rocket Lab götürə bilərsiniz, Nebius götürə bilərsiniz, Iron götürə bilərsiniz. Bunlar qazanc, yəni böyümə potensialı çox yüksəkdir, lakin eyni zamanda risklidir.
Resesiya olsa, məsələn, Rocket Lab'ın gələcək qiymətlər 5-6 dollarlardır. Bu təqdirdə bizim portfolyomuz təkcə Rocket Lab-dan ibarət olsa və Rocket Lab portfolyoda 40% yer tutsa, portfolyo əriyəcək. Və bir şirkət yox, yəni də o 20%-də ən azı 2-3 şirkət arasında bölmək ən məntiqlisidir. Məsələn, bizdə Rocket Lab almışdıq, 40 dollardan, 39 dollardan səfərlərimizə premium portföyünə əlavə elədik. Bu dəqiqə 40%lik yüksəliş verir bizə, 37.5%lik yüksəliş verir. Məsələn, portfeldə bəzi şey düşürsə, Rocket Lab onu nizamlayır, portfeldə yüksəliş gətirir. Məqsəd əsas pul itirmək deməkdir, yəni deyirəm. İlk olaraq seçimimizi belə edirik və sonda 20% cashimiz var. Bu cashdən necə istifadə edirik? Cashi sizə dollar bazında, euro bazında gəlir gətirən hər hansı bir bonda qoya bilərsiniz, istədiyiniz vaxt çıxara bilərsiniz. Bu cashdən istifadə etməyin bir yoldur. Cashi prosto cash kimi, nağd kimi saxlaya bilərsiniz. Cashin bir qismi ilə, məsələn, 20% cashiniz var, 5%-dən hedge ala bilərsiniz. Məsələn, VIX ala bilərsiniz. VIX düşüb 14-də, 14 dollar VIX üçün çox ideal səviyyədir, məsələn deyək. VIX ala bilərsiniz ki, biraz düşüşlərdə portfolyo əriməsin, portfolyonu qorumağa 5-10% arası hedgeleyə bilərsiniz portfolyonuzu. Qalan 10%-ni atsa hər zaman qorunmalıdır. Məsələn deyək, yeni bir şirkət aldınız. Yeni bir şirkət aldıqda nağdınız 6% kimi düşdü. 6% kimi sala bilərsiniz. Amma 6%-dən sonra yeni bir şirkət almaq istəyirsiniz deyə gördünüz, çox böyük şans var. Digərindən xeyirli olandan biraz pul çıxarmalısınız. Yenidən nağd bərpa eləməlisiniz, daha sonra alış eləməlisiniz. Yoxsa portfolyo əriyər. Demək istədiklərim əslində bu qədər idi. Əgər maraqlı oldusa, videonu bəyənib abunə ola bilərsiniz. Bizim məqsədimiz Azərbaycanda olan trader və investor qrupunu bir qrup şəklində birləşdirib onlar arasında fikir mübadiləsini təmin etməkdir. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.